Yaxın. Xalqımız 30 illik təsəvvürə son qoyan o möhtəşəm dövrün başlanğıcı. Biz Qarabağa, onların alovlu sevgisi ilə qayıtdıq. Bayrağımızı ən cazibələrdən dalgalandırdılar. Öz qanları ilə bir dastan yazdılar. Onlar kimlərdir? Şəhidlərimiz. İndi gəlin bir dəqiqəlik sükutla. Biz şəhidlərimizi anaq və onların xatirəsinə şad olsun deyə onları bir dəqiqəlik sükutla yazırıq. Bravo. Bugün Azərbaycanda anım günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Bu günə görə biz onlara borçluyuq. Bu həqiqətdir. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Sən hər kəsin vətənisən. Mənim də əzizimsən. Əvvəllər tanımadığım, indi adını eşitcək hönkürtü ilə ağladığım doğmamsan. Mən səninlə fərəh duyan, duyğulanan, qürurlanan, uğrunda canından keçdiyin həmvətəninəm. Sən ölkənin şərəfisən. Anaların balasısan, balaların atasısan. Sən hər kəsin can parçası. Vətən deyib içimizdə böyütdüyümüz sevgisən. Hər tərəfdə dalğalanan. Cəbrayıla, Füzuliyə, Qubadlıya, Zəngilana, Kəlbəcərə, Şuşaya sancılan, qanınla qırmızıya boyadığın bayrağımın azadlıq rəmzisən.